media nümayəndələrinə qarşı bu cür münasibət bəsləyirsinizsə, o məktəbi bağlasaz yaxşıdır. Gözləyirsən 2 dənə kəlmə sual. Heç birindən bu qədər hörmətsizlik görməmişik. Onun borcudur sən suallara cavab vermək. Sizin bizə cavab verməyiniz o qədər də əhəmiyyətli deyil. Bizə qarşı çox böyük hörmətsizlik elədiniz. Onun sənə borcu yoxdur. Heç bir borcu yoxdur. Heç çəkmə. Dünən, yəni 6 may tarixində Mətanət İskəndərli 27 ildən sonra Heydər Əliyev sarayında konsertini keçirdi. Təbii ki, media nümayəndələri də bu konsertə getmək üçün böyük can atırdılar. Onlara Mətanət İskəndərlinin verəcəyi cavablar çox maraqlıydı. Biz də RTV kollektivi olaraq təbii ki, konsert zalındaydıq. Bizim müxbirimiz Vüqar Cəfərov oradaydı. Lakin çox təəssüf ki, Mətanət xanımın prodüseri tərəfindən RTV kanalına və bizim müxbirimizə və digər müxbirlərə böyük bir hörmətsizlik olundu. Bu hörmətsizliyin nədən ibarət olduğunu isə Vüqar Cəfərovun özündən öyrənəcəyik. Ümumiyyətlə, Mətəd xanım deyərdim ki, media nümayəndələri ilə hər zaman səmimi, yaxşı olub. Yəni, heç vaxtda bir qalmaqalını eşitməmişik, görməmişik bu vaxta kimi. Mətəd xanımın öncə də orada müğənnilərlə biz xalq artistləri olub, istər digər ölkələrdən gələn müğənnilər olub. Bunlardan biz müsahibə almışıq. Son 15 dəqiqə qalmış demək olar. Biz müsahibəni alırıq və gedirik. Elə həminki məqamda bir 20 dəqiqə, 15 dəqiqə qalmışdı ki, Mətəd xanım artıq gəldi. Və bizdə belə deyək ki, həmin müddətdə suallarımızı verməyə hazırlaşırdıq. 1-2 sual 27 ildən sonra Mətənət xanımın belə ilk konserti idi və bu his, həyəcan, biz istəyirdik ki, bunu alaq və bir sıra bizim suallarımız vardı. Asif bəy oradan qayıtdı ki, xeyr, 1-2 sual verin artıq bəsdir, biz gecikirik, amma vaxtda var idi. Vaxtda hardasa 15 dəqiqə var idi. Yəni, Mətənət xanım çıxıb öz mahlarını ifa edə bilərdi. Zaten bütün müğənnilər elə 15 dəqiqə qalmış, gəlir müsahibə verir, son 5 dəqiqə qalmış çıxırlar səhnəyə, biz də çox incitmirik. Bu hər zaman belə olub. Və Asif bəyin niyə birdən-birə belə etdiyini mən başa düşmürəm və orada söz işlədir ki, mən çıxandan sonra dünənin uşağı. Kimdir? Buyurun, açıqlama verin. Dünənki uşaq deyil bu. Buradan demək istəyirəm ki, Asif bəy, mən dünənin uşağı deyiləm. Artıq 20 ilə yaxındır ki, mən media sahəsində fəaliyyət göstərirəm. Şou, xəbər, aparıcı, prodüser, layihə rəhbəri və s. Yəni, ümumiyyətlə, mənim fəaliyyətim dünənin bugün deyil. Azərbaycanda prodüser, belə deyək, məktəbinin yaradıcısı kimi tanınırsınız. Siz öz prodüser məktəbinizdə hazırladığınız prodüserlərə, media nümayəndələrinə qarşı bu cür, belə deyək, münasibət bəsləyirsinizsə, o məktəbi bağlasaz yaxşıdır. Çünki biz orada dəqiqələrlə gözləmişik ki, 8-ə işləmişdən oradayıq. 8 tamamda konsert başlayacaq. 8-ə işləmişdən artıq bir saata yaxın idi ki, biz orada gözləyirdik ki, Mətənət xanımdan müsahibə alacağıq. Biz orada, yenə deyirəm, xalq artistləri və digər ölkələrdən gələn müğənnilərdən müsahibə almışıq, amma heç birindən bu qədər hörmətsizlik görməmişik. Bizə qarşı çox böyük hörmətsizlik elədiniz. Axırıncı sual verdiniz. Bir dəqiqə, yox, özür istəyirəm. Axırıncı sual oldu, Mətənət get. Orada deyirsiniz ki, borclu deyil. Mətənət xanım Azərbaycana ictimai bir insandır və sənətkarlarımızdan biridir. Yəni, biz o sualları Mətənət xanıma verməliyik. Orada yoldan keçən hər hansısa bir kəsə verməli deyilik. Sonra bütün suallara mən cavab verəcəm. Orada dedi ki, Mətənət xanıma verilən sualları mən cavablandıracağam. Axı, Mətənət xanımın verdiyi o 27 ildən sonra his, həyəcanla olan cavabları siz verə bilməyəcəksiniz axı. Sizin bizə cavab verməyiniz o qədər də əhəmiyyətli deyil idi. Onun sənə borcu yoxdur. Heç bir borcu yoxdur. Heç çəkmə. Yəni, bizim orada Mətənət xanım bizim suallarımıza cavab verirdi. Allah rızası üçün Mətənət xanım heç bir problem vermirdi, yəni problem yaratmırdı. Öz istəyinə çox yaxşı şəkildə cavab verirdi. Sadəcə Asif bəy araya girdi və bizim bütün müsahibələrimizi yarımçıq qoydu və bizə qarşı hörmətsizlik etdi.